Deməli, alkanlar, uşaqlar. Bu üzvü kimyanın birinci mövzusudur. Ümumiyyətlə, üzvü kimya başlayır karbohidrogenlərlə. Nədir karbohidrogen? Bu varaqları yığışdırın. Ancaq bura bax. Nədir karbohidrogen? Uşaqlar, karbohidrogen, karbondan və hidrogendən əmələ gələn maddələr. Deməli, içində nə olur uşaqlar? Müəyyən sayda karbon olur, müəyyən sayda karbon olur, müəyyən sayda hidrogen olur. Bu birləşmələr karbohidrogenlərdir. Bunların bir neçə sinfi var. Bunlar hansılardır? Alkanlardır, sikloalkanlardır, alkenlərdir, alkinlərdir, alkadiyenlərdir, bir də aromatik karbohidrogenlər. Bir neçə sinifdir. Yəni, sırf karbondan və hidrogenden ibarət olan birləşmələr. Bugün biz hansılarını öyrənəcəyik? Bugün biz alkanları öyrənəcəyik. Nəyi? Alkanlar. Onlara parafinlər də deyirlər. Burada bax, qeyd olun. Nə deyirlər bunlara? Parafinlər. Uşaqlar, bunlar harda rast gəlinir təbiətdə? Bunlar var neftin tərkibində, təbii qazın tərkibində, bitki və heyvan qalıqlarının havası şəraitdə parçalanmasından ortaya çıxırlar bunlar. Ümumiyyətlə, hər bir sinifin, bayaq qeyd elədiyim siniflər var, alkan, sikloalkan, alken falan, özünə məxsus xüsusiyyətləri var. İlk olaraq, buradan bir kimya formulu var. Yəni, sinifin bütün nümayəndələrinin karbon və hidrogen sayı həmin formula uyğun gəlir. Məsələn, alkanlarda bu formul n dənə karbon olanda 2n plus 2 dənə də hidrogen olur. Bu n böyük bərabərdir 1-dən, özdə n də daxildir natural ədədlərə. Yəni, 1,5, 3,7 qoya bilməzsən. O zaman, əgər bu belədirsə, o zaman bu n-ə qiymət verək də 1 verir. Məsələn, 1 versən nə olacaq uşaqlar? CH4. 2 versən? C2H6. 3 versən? C3H8. 4 versən? 5 versən? 6 versən? Və beləcə davam edir. Bunlar, fikir versəniz, bunların hər dəfə karbon sayı neçə vahid artır uşaqlar? 1 vahid. Hidrogen sayı neçə vahid artır? 2 vahid. Yenə buradan bura keçəndə karbon 1 vahid, hidrogen neçə vahid? Yenə buradan bura keçəndə karbon 1 vahid, hidrogen neçə vahid? Bu CH2-yə, bunun adı metilendir. Nədir bunun adı? Metilen. Buna nə deyirlər? Metilen. Buna deyirlər homoloji fərq. Nə deyirlər buna? Özdə onu da qeyd edin ki, təkcə alkanlarda yox. Bundan sonra keçsəyimiz bütün üzvü maddələrdə bir sinfin nümayəndəsi digərindən CH2-lər qədər fərq eləyəcək. Nə qədər fərq eləyəcək? Bu metilen qrupu qədər. Buna deyirlər homoloji fərq. Bunlara da bir-birinin nəyi deyirlər? Homologu. Aydındır. Elə ki, bunlar bir ailənin üzvüdür, hamısı Məmmədovlardır. Bunların da doğulublar bir yaş fərqdən də, elə bir. Birinin 15 yaşı var, birinin 14 yaşı, birinin 13 yaşı, belə də hər bir uşaq doğulub, bir 10 dənə uşaq var. Bunların yaş fərqi neçədir? 1. Bu da homoloji fərqdir. Məsələn, biz desəm ki, sizə bu C3H8, CH4-dən neçə CH2 fərq edir? 2 CH2 fərq edir. Buna deyirlər nə? Homoloji fərq. Başa düşdünüzmü? Bunlar da bir-biri nə idi? Homologu. Buna da nə yazırlar? Buna nə deyirlər? Metilen. Mən burada yazmamışam metilen. İstəyirsiniz bunun altından bir metilen qeyd edin özü üçün. Aydındır? Bəs homoloqlar nədir? Quruluşu və kimyəvi xassələr bir-birinə oxşar olur. Sadəcə molekul tərkibində sayına görə bir-birinə fərq edirlər, bir neçə CH2 fərq edirlər. Bunlar adlanırlar homoloq. Anladın mı? O alkanlara da metanın homoloqları deyirlər. Əslində bir-birinin homoloqudur. Yəni metan etanın, etan metanın, etan propanın, propan etanın homoloqudur. Aydındır? Başa düşdünüz? Mən burada bunların bir neçə nümayəndəsinin adını vermişəm. Uşaqlar. Burada bir neçə nümayəndəsinin adını vermişəm. Bunların ilk 4 nümayəndəsinin adı tarixi addır. Necə addır? Yəni tarixən kimsə tapıb adını belə qoyub. Məsələn, insanların adı da tarix adıdır. Mənim adımı Rafiq qoyub bu vaxtı. Əmin. Rafiq nədir? Dost, yoldaş, xoşxasiyyət. Və doğulan kim bilirdi mən dost, yoldaş olacağım, xoşxasiyyət olacağım. Ya bir uşağa ad qoyurlar Sadiq. Nə doğulan kim bilirlər ki, o sədaqətli olacaq. Elə şey yoxdur ki, tarixi adı da. Bir də var ki, o vaxtı Dədə Qorqud dastanında bir kimsə igidlik göstərilmiş. Məsələn, biri boğanı boğulmuş, onun adı qoymuşlar Boğan. Hə? Biri kimsə basılmış, onun adı qoymuşlar Basat. Artıq o tarixi adı deyil də, müəyyən bir xüsusiyyətinə görə verilir. Belədir. 5-dən sonrakıların adı, addan birazdan danışacağım. 5-dən sonrakıların adı isə saya uyğundur. Məsələn, 5 pentadır, pentan. 6 heksadır, heksan. 7
Heptadır, heptan. 8 oktadır, oktan. 9 nonadır, nona. Dekan. Mesela 11, 10 dekan. 12, dodekan. 13, tridekan. Mesela 16 heksadekan. Aydındır. Başa düşdünüz? 100%. Əla. Uşaqlar, bir aşağıya keçməmişdən qabaq bir şeyi nəzərsə çatdırım. Buradakı alkanlarda olan bütün karbonlar sp3 birləşmə halındadır. Hansı birləşmə halındadır? sp3 demək neçə hibrid buludu var deməkdir? Niyə 3 dənə ki? Bunun bir dənə S, 3 dənə P-dən əmələ gəlir. Neçə dənə olacaq? 4 dənə olacaq da. 4 dənə buludu var bunun. Hər karbonun neçə dənə buludu var? O belə 4 dənə hibridi var. Anladın mı? Elədir. İndi təbii ki bir karbon varsa neçə hidrogen var bölündə? 4 dənə. Bəs hidrogenin hansı buludu olur? Kimsə bilirsə desin. Nə olur? Hardan bilirsiniz ki S-dir? Atırsınız yoxsa bilirsiniz dəqiq? Niyə S-dir ki? Bəli, bəli. Demək hidrogenin bir elektron var, bir S1'dədir, o da S orbitalında olduğu üçün S-dir. Başqası ola bilməz ki. Elə də zaten bir elektron var, o da S orbitalındadır. Bu 4 tane hidrogeni də qoy bunun böğrünə bu belə. 4 tane hidrogeni də qoy bunun böğrünə. Deməli o zaman bunun 4 tane hibrid buludu var, CH4'ün. 4 tane də nəyi var? G hibrid buludu var. Elə də, elə də. Hə? Elə də. Bakalım. O zaman CH4'ü bildik. Deməli bunun 4 tane hibridi var. Neçə hibridi var? 4 tane hibridi var. Bu da S-lərlə nəzər alsaq 4 tane də nəyi var? Qeyri-hibrid. Söhbət rabitə yaradan orbitallardan gedir. Nədən gedir? Çünki karbon rabitə yaratmayan orbitallarda var da 6 elektron var. 4'ü ilə rabitə yaradır. 4'ü ikisi qalır da qıraqda onlar rabitə yaradır. İndi uşaqlar keçək bir dənə S2H6'ya baxaq. Deməli bu S2H6'da yenə karbonlar əgər sp3'dürsə, o zaman neçə hibridi olacaq bunda? Hə, sən neçə hibridi var? Hər karbon 4 dənə var idi. Neçə olacaq? 8 dənə hibrid. Bunlar da S-dilərsə, əgər neçə qeyri-hibrid? 6 dənə qeyri-hibrid. Elədir? Hə? Keçirəm bir dənə növbətiyə keçək. Məsələn, nə yazaq? C3H neçə? 8. Yenə də burada sp3'dür karbonlar. 12 dənə hibridi var. 8 dənə qeyri-hibridi var. Bundan əlavə. Bunu deyim. Bunlar bir-birine nə fərq edirlər? CH2-yə nə fərq eləmirdi? Sən fikir verdin mi hibrid sayı hər dəfə 4 vayd artır? Hibrid sayı hər dəfə neçə vayd artır? Bəs qeyri-hibrid sayı neçə vayd artır? Niyə belə oldu? Çünki hər dəfə bir CH2 fərq edirlər axı. Elədir. Bir CH2 bir karbonu var. Neçə hibrid verir o? 4 dənə hibrid verir. 2 dənə də hidrojeni var, o da 2 dənə qeyri-hibrid verir. Ona görə də sən əslində neçə CH2 fərqli olduğunu bilsən, hibrid sayının nə qədər artdığını, qeyri-hibrid sayının nə qədər artdığını bilərsən. Eyni zamanda kütləni də bilə bilərsənmi? Məsələn, bax, bunun kütləsi, bir dənə bunun kütləsi, bir bəs edir. Bunun kütləsi, molar kütləsi neçə qramdır? 16'dır, hə? 16 qram bölüm olur. Elədir? Bundan bir karbon, 2 hidrogen fərq verir. Bunun kütləsi 14'dür, elədir? O zaman növbətdə hesablanıram, birbaşa yazıram 30'dur. Növbətdə hesablanıram, 44'dür. Bir dənə metanı biləm, tabii ki də hər CH2 12'dir də. Elədir? Hə? Rabitə sayını da belə əlaqələndirə bilərsən. Nə edə bilərsən rabitə sayını? Tutaq ki, deyə bizim belə rabitəmiz vardı. Araya bir CH2 sıxışdıracam. Araya bir nə sıxışdıracam? Deməli, bu araya bir dənə CH2 sıxışdırdım. Bayaqlar bir rabitə vardı. Neçə rabitə oldu? 2 dənə. 2 dənə hidrogen rabitəsi oldu. Deməli, hər CH2 bir dənə karbon-karbon, 2 dənə də karbon-hidrogen rabitəsini artırır. Deməli, hər CH2 neçə sigma rabitəni artırdı? 3 dənə. Bir karbon-karbon rabitə artdı, 2 dənə də karbon-hidrogen rabitəsi artdı. Aydındır? Bura qədər şey aydındır. 100%. Nildə dəqiq. Yox. Deməli, bir CH2 sayını bilməklə hibrid sayını, qeyri-hibrid sayını, rabitə sayını, kütləni nə edə bilirik? Təyin edə bilirik. Bunlar zaten burada nə deyirəmsə hamısı yazmışam. Bax, burada da müqayisəni vermişəm. Bax, sigma kütlələri, o fikir verilsə və 14 fərq edir. Sigma rabitə sayı 3 artır. Niyə 3 artır? Çünki bir karbon, 2 dənə hidrogen rabitəsi artır da. Əla. Hibrid sayı və qeyri-hibrid sayını az əvvəl izah elədim. İndi uşaqlar, sizə başqa bir anlayışdan danışacağım. Quruluşdan. Ümumiyyətlə quruluş nədir? Quruluş sözünün mənası bilirsiniz. Nədir quruluş sözünün mənası? Quruluş nədir? Bu binanın quruluşu necədir? Bu binanı yerdən yuxarı doğru tikiblər. Müəyyən bir beton. Bu üçün fundamental siliblər. Nə deyirlər ona? Təməl. Sonra üstündə müəyyən dirəklər tikiblər, beton. Sonra
Çərpmiş falan. Bu quruluşda yəni nədən əmələ gəlir? Necə əmələ gəlir? Forması necədir? Alkanlar açıq zəncirlidir. Necədir? Ümumiyyətlə iki cür olur. Bir var ki, bax belə açıq bir zəncir olar. Buna deyirlər açıq zəncirli. Yəni asiklik. A qoyurlar əvvəlinə. Nə qoyurlar? Və yaxud Azərbaycanca açıq zəncirli. Bir də var belə bu karbonlar ucuzda gəlirlər, eynirlər bir-birinə. O belə birləşirlər. Bu qapalı quruluşdur. Mən ki sizə karbohidrogenlər saydım, 6 dənə sinif. Onlardan 2 dənə sinif. Sikloalkanlar və arenlər, hansı ki ayrıca öyrənəcəyik. Onlar qapalı quruluşludur. Necədir? Amma və lakin alkandır, alkendir, alkindir, alkadiyendir. Bunlar açıq zəncirlidir. Necədir? Açıq zəncirli. İndi uşaqlar, bizim bu alkanlarımız da açıq zəncirli olur. Necə olur? İndi bir iki nümunə yazacağım sizin üçün. Saxlamışdın? Hə, təşəkkürlər. Deməli uşaqlar, tutaq ki, deyək bizim bir 5 karbonlu bir alkan yazılır. Bir şey də nəzərinizə çatdırım, bura keçməmişdən qabaq. Ümumiyyətlə, karbon 4 valentli olur. Necə valentli olur? 4 valentli neçə rabitə deməkdir? 4 rabitə deməkdir. Elə? Bu karbon bir də karbonla birləşir. Daha neçə hidrogen birləşdirməliyim buna? Bu da 3 də hidrogen birləşdirməliyim mən. Neçə hidrogen? İndi bunu açıq şəkildə belə də yaza bilərsən, 3 hidrogen. Hə? Ya belə yazmayıb, belə bölünə H3 də yaza bilərsən. Yəni sən bil ki, hər karbon neçə rabitəsi olmalıdır? 4 dənə. İndi bunun ikisi var. O zaman buna 2 lazımdır. Bunun ikisi var. 2 lazımdır. Bunun ikisi var. 2 lazımdır. Bunun da yoxdur. Bu olur açıq zəncirli və şaxəsiz. Fikir burada şaxə yoxdur. Burada şaxə yoxdur. Amma bunu şaxələndirə də bilərdim də. Məsələn, belə yaza bilərdim də. Düzdür, yoxsa yox. Onlar da olmazdı. Bunun 3 hidrojeni, bunun 1 hidrojeni, 3 dənə nöqtəsi var. 2, 3, 3. Və yaxud da belə də yaza bilərdim də. Düzdür? Hə? Bir dənə satır. Belə də yaza bilərdim də. Bu mərkəzdəkinə heç hidrogen lazım deyil. Bu 2 dənəsi şaxəlidir. Bu isə şaxəsiz. Amma hər 3 quruluş açıq quruluşdur. Necə quruluşdur? Necə quruluşdur? Açıq quruluşdur. İndi sizə bir anlayışdan danışacağım. Bildiniz də şaxəli şaxəsiz nədir? Alkanlarda açıq quruluşludur. Qapalı deyil. İndi bir anlayışdan danışacağım. Bunu niyə böyürdə açdım? Bunu böyürdə açdım ki, görəsiniz. Nə deyirəmsə burada var. Öyrənməkdə problem yaşamayasınız. Deməli, diqqətən qulaq asın mənə. Karbon. Ona birləşən karbonların sayına görə. Nəyin sayına görə? Karbonların sayına görə. Birli, ikili, üçlü və dörtlü adlandırılır. Və beşli olmaz, çünki 5 valentli ola bilir. 6 olmur. İndi mən sizdən soruşuram. Bu karbon, hidrojeni bir yana qoy. Neçə karbonla birləşib? O zaman bu birli karbondur. Bu neçəsinə birləşib? O zaman bu ikili karbondur. Bu da ikisi ilə birləşib. İkili. Bu da ikisi ilə. İkili. Bu birli. Eləmi? Bu neçəli karbondur uşaqlar? Bu birli karbondur. Bu üçlü. Bu ikili. Bu birli. Bəs bu? Bu birli. 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 Bu neçəlidir? 4. Bir nümunə yazacağım, onu da soruşacağım sizdən. Deyiyorum bu karbon neçəlidir bəsdir? Birli. Bu karbon? Bu karbon? 4. De bunu sen, Hasan. Bu. Yani 2 kat rabitə, 3 kat rabitə olmasın bizim üçün önəmi yoxdur. Biz rabitə sayına baxmırıq. Neçəsi var onun ətrafında ona baxırıq. Bu neçəlidir? 2. Bu neçəlidir? Bu neçəlidir? 3'lü. Bəs bu? 1. Bu neçəlidir? 2'li. Bəs bu? Başa düşdünüzdə 1'li, 2'li, 3'lü, 4'lü nə deməkdir? Rabitə sayının önəmi yoxdur. Bax ətrafında 1 qat, 2 qat, 3 qat fərqi yoxdur. Ətrafında neçə karbon var? Anladın mı? Anladım. İndi sizə radikal anlayışından danışacağım. Nədən danışacağım? Radikal. Uşaqlar, radikal nədir? Radikal, indi söhbət təkcə alkandan getmir. Ümumi olaraq radikal nədir? Bilən var mı? Nədir radikal? Elə ki, radikal belə düşün. Cütləşməmiş bir elektronu var. İstəyir ki, onu kimləsə rabitə yaradıb cütləşdirsin. Anladın mı?
Cütləşməmiş bir elektronu var. İstəyir ki, kimləsə rabitə yaratsın, onu eləsin, cütləşdirsin. Elə bir şey dəli danat kimidir də, düşüb ortalığa birini istəyir tapsın, ondan dərhal eləsin, birləşsin. İndi alkanların nümunəsində, əgər alkandan bir hidrogen qopsa, məsələn, tutaq ki, bu metan idi. Metan bu deyil. İndi rabitə ilə yazsam bu şəkildədir də. Elədir, bu belə. Ha, bu metandır. Elədir. Lop belə elektronları da nəzərə alsam bu şəkildə deyilmi? Ha, belə geç bu qaral verəcəm indi bu. Bu şəkildədir də, hə? Elədir. Bu qaralar karbon olsun. Qaralar kimin olsun? Elə ki, bunun bir hidrogeni bundan silirsən. Nə qalır burada? Deyəsin, bu xətti niyə qoydum? Burada indi deyəcəm bu xətti niyə qoydum. Elə ki, bunu sildim. Bunun bir əli boşda qalır mı? Hə? O xətti ona görə qoyulur ki, yəni bir elektronu var. Elə ki, bu hidrogen buradan getdi. Bu hidrogen buradan gedəndə karbon bir tək elektronu var mı? Rabitə yaratmaq istəyir, cütləşdirmək istəyir. Buna deyirlər radikal. Nə deyirlər buna? Radikal. Anladınız mı? İndi burada bir məsələ var. Uşaqlar, bunun adı nədir? Bunun adı nədir? Bunun adı nədir? Bu hidrogen itirəndə olur CH3 xətt qoyuram bura. Niyə xətti qoydum? Dediyim kimi də təkdir. Bu olur metil. Nə olur? Metil. Deməli, bu alkandır. Alkan. Buna deyirlər alkil. Fikir ver, bu şəkilsini gördün mü? Ha? Elə bir ki, əgər sən alkandan bir hidrogen qoparsan, alınan radikalı illə adlandırırsan. Nə ilə adlandırırsan? İllə. Deməli, metandan bir hidrogen qopur, hansı radikal alınır? Metil radikalı. Deməli, bir karbonlu radikal nədir? Metil radikalı. İndi etandan biri qoparsan, məsələn, C2H6 etandır. Bundan biri qopsa nə alınır? Nə alınır? Etil. Bəs propandan biri qopsa? Nə? Biraz ürəkli olun. Nə olacaq? Propil. İndi sizə bir sual verəcəm. Propil olacaq da, bu C3H neçə? 7. İndi bu propan, bax, deyək bu şəkildədir. CH3, CH2, bir də CH3. Əgər bu birincilərdən qopsa, hidrogen. Məsələn, CH3, CH2, CH2, belə bir şey alır, hə? Elə. Bəs ortadan qopsa necə olacaq? CH3, CH, CH3. Axı, bununla bu eyni şey deyil. Necə eyni şey deyil? Birində bu ucda olan birinci karbondan qopur, birində ortadan qopur. Bildim mi qopur? Propil deyərəm, amma tutaq ki, bir maddənin içində propil radikalı var. Hardan biləcəm? Budur, yoxsa budur? Bildi karbon. Hə, karbon. Bunu adlandırmaq lazımdır, bunun özünə adı olmalıdır. Anladın mı? Deməli, bu sanki şaxəlidir də, bunu bu şəkildə yazmayayım. Bax, belə yazsam, sanki şaxəsi var bunun, bax belə. Sanki nəyi var bunun, bax belə? Şaxəlidir. İndi bunlar isə də propil desəm, sabah çaşacam mən. Çünki bir maddəni adlandıranda bilməyəcəm, propil deyəcəm, bilməyəcəksən ki, söhbət bundan gedir, yoxsa bundan gedir. Odur, bunun adı propildir və bunun bu hidrogen itirən karbonun neçəlidir? Birdir. Bu deməli birli radikaldır. Bu neçəli radikaldır? Birli. Bəs bu neçəli radikaldır itirən? Bu ikilidir. Deməli bunun biri birli radikaldır, biri ikili radikaldır. Buna deyirlər propil, buna deyirlər izopropil. Nə deyirlər buna? Niyə izo deyirlər? İzo ümumiyyətlə şaxəli deməkdir. İzo nə deməkdir? Şaxəli. İzo nə desən? Hə, izopropil yəni şaxəli propil. Artıq birazdan adlandıranda propil desən, yuxarıdakı nəzərdə tutulacaq. İzopropil desən, anladın mı məntiqi? İkili propildə desək. Yox, ikili deməzsən. Adını belə qoyublar, tamam? Sən özü-özündə bil o ikili radikaldır. Amma onun adı ikili deyil, ona izopropil adını qoyublar. Sonra adlandıranda izopropil deyərsiniz. Oldu mu? Burada mən 8 dənə radikal vermişəm sizin üçün. O 8 dənə görə açıqladığınız kimi biləsiniz. Çünki bunları bilməsəz, sonra biz heç bir maddəni adlandırmada problem yaşayırıq. Buyurun oğlum. Alkenlə alkində bir hidrogen itirir. İndi hamısı da bir hidrogen itirir. Yoxsa Ümumiyyətlə radikal bir hidrogen itirsə, istənilən maddə bir hidrogen itirsə radikal yaradır. Məsələn, alkeni keçəndə deyəcəm, etilen var. Etilen bir radikal itilir, onun adı başqa qoyurlar. Vinil radikalı verir. Nə verir? Vinil. Məsələn, propen var orada, 3 karbonlu. Bir də hidrogen itirir, ona alil radikalı deyirlər. Başa düşdünmü? Başqa radikallar da var. Hidrogen biri getməlidir, bir əli boşda qalsın. Neçə əli boşda qalsın? Elə bir əli boşda qalsın, rabitə yaratmaq üçün, yapışmaq üçün. Onu düzəltdir radikal. Anladın mı? Hələ ki 8 dənəni öyrən. Hə, bir də hidrogen qopmalıdır ki, bir əli boşda qalsın. İkisi üçü yoxdur. Olur. İndi bu butan var, butan. Butan da bilirsiniz də C4 nədir? C4H neçədir bu? H10'dur da. Bu formada da ola bilər. Elədir, bu formada. Ha? Deyəsən niyə 4 dənə yazdım? Görəcəksən niyə 4 dənə yazdım.
Uşaqlar, bunun hidrogenlərini yazaq. CH3, CH2, 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 CH3. Deyək ki, baba hidrogen tripdir. Təbii ki, bu butandır. Nədir bu? Butan. Bunun radikalı nə olmalıdır? Butil olmalıdır. Elədir. İndi baxın, 4 forma radikal verir bu. Bax, bu birinci karbondan itirsə, bu birincidən. Bu olur birli radikal. Nəli radikal olur? Bunun adı başqadır. Bu ortadakilardan itirsə fərqi yoxdur. Hansından itirsin fərqi yoxdur. Hansından itirsin? Bundan itirsin də bundan, yoxsa bundan? Hansından? Bundan itirmişik də. Bundan itirsin. Bu neçə radikaldır? 2. İndi bax, CH3, CH3, CH3. Ola bilər ki, bax, bu ortadakindən itirsin, bax buradan. Qıraqlar aram dəymirəm. Bu ortadakı itirsə, bu neçəli radikal olur? Olur 3'lü. Ha? Bir də ola bilər ki, bu qıraqda CH3'lərdən birindən itirsin. Hansından itirək? Elə bundan itirək də, hə? Bunlar 4 dənəsini görürsünüz. Bu neçəli olmuş olur? Bu neçəli oldu? Birli oldu da bu. Çünki bu hidrogen itirən karbon neçəlidir? Buralara baxmadan bu neçəli karbonla birləşir? Bundan da görsən eyni şeydir. İndi mən sual verirəm. Tutaq ki, buna dedim birli butil. Buna nə dedim? Birli butil. Nə dedim buna? Birli butil. Tutaq ki, buna da dedim ikili butil. Nə dedim? İkili butil. Sən deyən kimi eləyirəm, Nilton. Elə sən dediyin kimi eləyirlər. Bu da neçə karbon? Neçəlidir bu? Bu da oldu üçlü butil. Üçlü butil. Bu da oldu üçlü butil. Bəs bu da birlidir axı. Bu da birlidir. Bunu bundan fərqləndirən nədir? Bu şaxəsizdir, bu şaxəlidir. O zaman buna izo deyə bilərik mi? Bu da olsun izobutil. Çok tamam. Və artıq birli milli demək ehtiyac yoxdur. İzobutil bir dənədir də budur. Siz bu 8 dənəni bilsəniz, bizim də adlandırma ilə bağlı problemimiz olmayacaq. Başa düşdünmü qızım? 100%. Bunlar gəlir yaxşı-yaxşı öyrənəsin. Bilmirəm, başa düşdünüz yoxsa yox. Tam aydındır da, hə? Şurada. Keçək adlandırma. Ümumiyyətlə, birinci tarix adlandırmanı deyim. Adlandırmanın 3 növü olur. Ümumiyyətlə, maddələr adlandırılarkən 3 formada adlandırma olur. Biri tarixidir, ona trivial da deyirlər. Nə deyirlər? Trivial. Trivial nədir? Uşaqlar. Trivial, yəni bayaq dedim də sizə, bu doğulanda ad verirlər uşağa. Sadiq, cəsur, nə bilim, mehriban. Belə adlar qoyurlar da, nə bilirlər ki, doğulanda o mehriban olacaq ya cəsur olacaq. Tarix budur da. Bunun ilk 4 nümayəndəsi var. Metan, etan, propan, butan. Bu 4 dənənin adı tarixidir. Tarixi həm də nə deyirlər? Trivial. Heç bir də əlavə şərh yoxdur. 4 dənə. Kimsə tapıb adını belə qoyub. Anladınız mı? Başa düşdünüz? O teorem var, Viet teoremi. Katetlərin kvadratları cəmi hipotenoz. Niyə adını katet qoyublar ki onu? O niyə adını hipotenoz qoyublar? Deyirlər ki, onun yoldaşının adı olub da hipotenoz. Bir Azərbaycanlı kəşf eləsəydi, yoldaşının adı gül xətmi olsaydı, o da gül xətminin kvadratı məsələn. Hə? İndi adını tam belə qoyublar gedib də. Nə oldu bəsdir? İndi keçək ikinci adlandırma növünə. Buna deyirlər səmərəli adlandırma. Nə deyirlər buna? Bu əvvəl səmərəli gəlirdi bunlara. Sonradan əslində bu bəlli oldu ki, bu səmərəli falan deyil, səmərəsizdir. Niyə deyəcəm sizə? Çünki əvvəl çox az maddə tanıyırdılar. Onların adlandırmasında problemi olmurdu. Elə ki, karbon sayı çox olan alkanlar kəşf olundu. Onların adını deməkdə problem yaşadılar. Ona görə bu üsul səmərəlilikdən keçdi. Buna bəzən rasional da deyirlər. Nə deyirlər buna? Rasional adlandırma. Bu adlandırmada elə ki, bütün alkanlara metalın törəməsi kimi baxırlar. Nəyin törəməsi kimi? Elə ki, mən Həsənlə dostam, getmişəm Həsəngilə qonaq. Həsəngildə ailəsi bir dənə böyük ailədir. Həsən deyir ki, bax, bu bir başqa dostumuz da var, o tanıyır bunların ailəsi. Deyir, bax, bu Həsənin atasıdır, bu Həsənin anasıdır, bu Həsənin nənəsidir, bu Həsənin babasıdır, bu Həsənin nə bilim bacısı, bu nə bilim nəyi falan filan. Hər kəsi kimlə tanıdı? Həsənlə. Bu səmərəli adlandırmada da sinifin bir nümayəndəsi ilə tanıyırlar. Adına kiçik nümayəndəsi ilə. Bizdə də metanla tanıyırlar. Nə ilə tanıyırlar? Deməli, necə adlandırırlar? Tutaq ki, bir maddə götürək. Hidrogenləri yazım, yazmayın. Nə deyirsiniz? Hidrogenləri yazın. Yaxşı, yazaq da. Hidrogenlərini yazaq. CH3, CH3. Nə oldu? CH3, CH3. Bunu yapacağız. CH3, CH3'dir. Bu CH2'dir. Bu CH3'dür, 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 CH3'dür. Buna dedən CH.
Bəzən deyirlər ən çox şaxəsi olan karbon, yəni ən çox karbonla birləşən karbon. Bəzən deyirlər ən az hidrogeni olan karbon. Al dairəyə. Ən az hidrogeni olan karbon hansıdır burada? Hidrogeni olmayanı götürək də, bu heç yoxudur. Bu nədir? Bu heç yoxudur da. Al bunu dairəyə. Bunu dairəyə alandan sonra avtomatik bunun ətrafında neçə dənə radikal yaranır? 4 dənə. 4 dənə qolu yoxdur. 4 dənə radikal çıxır da ortaya. Elədir? Bu radikal, bu biri, bu ikinci radikal, bu üçüncü radikal, bu da dördüncü radikal. İndi biz başlayacağıq kiçikdən böyüyə radikalları deməyə. Əgər radikalların sayı 2 olsa di deyəcəyik, 3 olsa tri deyəcəyik, 4 olsa tetra deyəcəyik. Anladın mı? Birinci ən kiçik radikalımız metil deyil. Nədir? O zaman deyəcəyik metil. Nə deyəcəyik? Bunu dedik. Metili dedik. Sonra gəlir ikinci radikal etil. Etil var mı? Var. Etil. Bunu da dedik. Sonra burada nə görürəm mən? 3 karbonlu propil. Bu propil yoxsa izopropildir? Baxın ana, propil yoxsa izopropil? Ortaya birləşib yoxsa uca birləşib? Bu izopropildir. Çünki karbon ortadakına birləşib, ucdakılara yox. Bu nədir? İzopropil. Neçə dənə vardı ondan? 2 dənə. Di, izopropil. Deməli, bunları da dedim. Bu di sözü bunların ikisini də əhatə edir. Bir dənə bu ortadakı qalıb da, sonunda da metan. Sonunda nə deyirsən? Metan. Anladın mı məntiqi? Tam başa düşdün mü? 100%. Sən anladın? Dəqiq? Bəli. İndi bir dənə adı verəcəm, adı. Siz düzəldəcəksiniz. Dəftəriniz. Şaxəli olduğuna görə izopropil. Aycan? Şaxəli olduğuna görə izopropil. Bəli. Şaxəs olsa propil olur da. İndi bir də adı mən deyəcəm. Siz düzəldin geçsinlər. Bir de ipucu vereyim. Eğer ad verip, keçenler bilirsen ha? Sondan başlayayım. Ad verip eğer sizden istəyirsə sondan başlayayım. Şimdi bu adeten beynəlxalq adlandırmada daha çok işimize yarıyor sondan başlamak. Burada da elə problem yoktur. Metandır da sonra. Yani elə şey olur. Orada elə demirsən də, məsələ elə baxmırsan, dəniz. Sen bu quruluşu yazmışsan, nə bilsən bu hidrojeni nə qədərdir ki? En son sonunda söz, zaten sonunda metan deməlisən, ne başka variant yoktur. Hidrojen sayınızdan da baxmırsan. Yazdın mı? İki numara yazsın, sonra ben yazdım da. Sen de yazdın mı? Bunu yazdın mı? Ha? Neyse yazdı. Derste yazdın mı? Yazdın mı? Yaxşı. Bir tane karbon yazıram ortaya. Bir tane karbon yazıram ortaya. Otomatik bu karbon etsen rabitesi olmalıdır. 4 tane. Şimdi eğer birden buna birleşen 3 tane olsa birine de hidrojen koyacağım. Doğru. Karbon olmazsa SH olardı. Yani SH olsaydı, olabilir SH olsa SH koyacağım. Tələsməni görəcəksən. Baxacağım radikallara. Sonra adına koyacaklar o. O da yine metan diyecekler. Hiç bir farkı yok, həmişə metan deyirsən. CH3 da olsa yine metan deyirsən sonunda. Fərqi yoxdur. İndi başqa radikallar, izobutil var. İzobutil radikalı necə idi? İzobutil var, izobutili yazdım. Gördün mü? İzobutil radikalıdır. Aydındır. Sonra ne var? Propil var. Ha, yok izopropildir bu. Nədir? İzopropil. Bir anda burada izopropil koyaq. Al sana burada izopropil. Sonra ne koymalıyam? Etil. Burada bir etil koyaq. Etil 2 karbonlu olur. Bir tane ne koymalıyam? Metil. Bir tane metil koydum bunu. Hamısı yazdım da. Tabii bunun hidrojene ihtiyacı, çünkü 4 tane radikal var da bunun etrafında. Bunun hidrojene ihtiyacı qalmadı. Tutaq ki deyək. Mən bunu birini silirəm bunu buradan. Elə bu belədir. Bunun adı budur. Etil. Nədir? Etil, izopropil, izobutil, metan da. Ben bunu yazmamalıyım da buna. Bunu artık buraya yazmayanda mənim bu karbonun 4 tane rabitəsi olmadı axı. O zaman mərkəzi bir dənə yazacağam. Al sən bunu. Yenə də buna metil deyəcəm ama. Yenə nə deyəcəm ona? Sonda metil sözünü deyəcəm da. Metan.
Oldu mu? Uysal üsuldur. Səmərəli. Birini yazın. Yaxşı. Bir ikili kutu yazmış. Ha, bir içili butil yazmış. Altına birleşmedi onu. Bayaqçı kimi də bir dənə karbon yazı ortaya sonra işləmə. Bir olanda 2 tane yazmalıyım. Bir iki də En şey gidip yazmalıyım. eyni, iki müxtəlifləri birləşdirdi. Artıq yazmalıydınız. Yazırım. Mən də boş deyim də. Yazdım. Bak şöyle, bir tane karbon yazıram mərkəzə, alırım onu dairəyə. 4 tane qoyuram buna. Deməli metil olmalıdır, bir dənə siyah şut yazdıq. Sonra propil olmalıdır. Nə olmalıdır? Propildə 3 dənə karbon var, özü bu şəkildə birləşir. Yəni burada şahazat söhbəti, al sana propil. 2 dənə də ikili butil yazmalıyam. 2 dənə yazmalıyam. İkili butil. İkili butil budur da bu. İkili butil budur. Bu nədir? Bu ikili butildir. Bir dənə də aşağı yazaq. İki dənə də ikili butil yazdıq mı? Yoxsa tamam. Tam aydındır. Nəsə demək istəyən Xəlizət deyil. Bunların fərqi var yerlərdə. Heç bir fərqi yoxdur. Yuxarı aşağı sağ sol olur. Heç fərqi yoxdur. Orası sizin yazdı da. Oldu mu? Mərkəzdəsə də hidrogen lazım olmadı. Çünki 4 dənə əlin 4-də doludur. Aydın deyil. Bu oldu səmərəli adlandırma. Deyəsiniz, bəs səmərəsiz nə vaxt olur? Karbon əlində olanda nətən radikal adı tapmağı da çətindir axı. Mən cəmi 8 dənə radikal adı demişəm sizə. O 4 karbonlu o tərəf dedimmi? Baleolarında da kimi o adları yadda saxlayar? 10 karbonlu bir radikal var. 10 karbonlu nə qədər şaxa verə bilər? Nə qədər fərqli forması ortaya çıxa bilər? Həvəsdə bir ad qoymaq lazımdır. 4 dənə adı güclə qoyduq. Butana da güclə qoyduq. Həvəsdə birli, ikili, üçlü bir dənə izod dedik. İndi fikirlər 5 olanda gör nə qədər radikal çıxır ortaya və çətinləşir. Ən salamatı beynəlxalq üsuldur. Burada da belə adlandırırlar, Amerikada da elə adlandırırlar. Nə bilim, Madagaskara getsəz orada da elədir. Türkiyə, hara getsəz eyni şey. Beynəlxalq üsul hər yerdə keçərlidir. Oldu mu? Deməli, beynəlxalq üsuldan adlandırmanın bir neçə şərti var. Bir neçə şərti var. Bu şərtlərin birincisi odur ki, ən uzun zəncir seçirsən. Özü bir şey də sizə deyim, uşaqlar, mən yazıram bunu bu şəkildə. Əslində bu belə deyil ha. Bu şəkildə deyil ha. Bunların quruluşu bu şəkildədir, bu belə. Deyəsiniz, niyə belədir? Amma bunlar SP3 birləşməlidir. SP3-də bəyən valent buzağı 180 dərəcədir. 180 dərəcə deyil, mən nətər buraya 180 dərəcə yazıram? Sadəcə rahat olsun deyə də düzlük yerə gedirik. Amma əslində zəncir bu şəkildə deyil, 109,5 dərəcədir bunların arasındakı valent buzağı. Anladınız? Yəni bilin bu şəkildədir, amma belə yazacağıq yenə. Oldu, işimiz rahat olsun deyə belə düz yazacağıq, amma əslində bunlar düz deyil ha. Çünki 180 dərəcə olurdu SP birləşmə halında. Düzdür? Karbonlansı birləşmə halında da SP3. Yəni zigzag formasındadır. Bunu da bilin. Bu bilgi indi çox da lazım olmaz sizə. Hər halda amma bilin. Aydındır? Tutaq ki, deyək biz bir alkan götürək. Məsələn, neçə karbonlu olsun? Yazaq sonra görək neçə karbonludur. Belə bir məsələn bizim alkanımız var. Hidrogenləri yazmadım. Desmən çox böyük oldu, bunu nətər adlandırır? Çox rahat. İlk olarak onu qeyd edeyim ki, sən uzun zəncir seçməlisən. Nə seçməlisən? Uzun zəncir. Deyəsən, uzun zəncir nədir? Nə deməkdir? Ən çox karbon saxlayan bir özünü xətt etməlisən. Nədə saxlayan? Ən çox karbon saxlayan. Bu da bir məsələ var.
ən çox karbon saxlayır. Azdır uşaqlar götürürlər elə. Üçüncü xəttlərsə o götürürlər. Elə böyle baxırlar ki, elə. Bunu götürürlər, onlar zəncir kimi götürürlər. Elə bakın, düz. Görək bu düzdə neçə karbon var? 1, 2, 3, 4, 5, 6 dənə. Görəsən burada neçəsi var? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Sonra 1, 2, 3, 4, 5, 6. Mən çox var altılım. Altılım çox var, elə mi? Gəl birini 7 eləyək. Onu seçək də, 6 çoxdur. Bu hala da baxacaq. Tək ki bu 6 olsun. İndi neçə oldu şu anda? 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Belə geçsəm 7 olur mu? Olmur, yox. Elə budur. Deməli uşaqlar, mən indi bunlardan hansını seçim? Hə? Bir belə var idi məndə, o belə 7 var. Düzdür? Hə? Bu da 7'dir də. Elə? Bu da 7'dir, elə mi? Nə 50 dəfə? Nə qədərsən döndür də. Heç bir problem yoxdur. Nə qədərsən döndür. Heç bir problem yoxdur. Belə gedir ki, belə də gedir. Belə. Bu da bir zəncirdir də. Bəs hansı zənciri seçəcəm? İşte 7'dir də. Fərqi var. Kimin ki çox şaxəsi var qıraqlara, onu seç. Gəl bu göy zəncirin şaxalarına baxaq. Göy zəncirin bir şaxası budur, bir şaxası budur, bir şaxası budur, bir şaxası budur, bir də budur. Neçə dənə şaxası olduğunu 1, 2, 3, 4, 5 dənə. Neçə dənə? 5 dənə şaxası var. O da 7'dir, qırmızı da 7'dir də. Amma göyün neçə dənə şaxası var? 5 dənə. İndi qırmızıya baxaq. Qırmızı da bu, qırmızının şaxasıdır. 1, 2, 3, 4, 5 dənə. Bunda da 5 dənə. Bunda neçə dənədir? Simetrik yazmışam ona. Heç fərqi yoxdur. Ne olsa götür. İndi fərqi yoxdur. Bayaq altılarda da yazsaydıq, eyni şey olacaq da, yeni fərqi olmayacaq. Aydındır? Şaxəsi çox olan götürsə, mənim indi bir yazdığım nümunədə heç bir fərqi yoxdur. Gəl bu göyü götürək. Nəyə götürək? Qırmızı sıradan çıxaraq. Göyü götürək yox. Beləncə yazıb bozmaq. Çətin olur, ev yox. Bizim şaxamız bu oldu. Bax, konkret şaxanı ayırdım. Gördün mü? Bəs bunu aşağı eləmə vardı. Eyni şey olardı, problem değil. Aldın mı bunu? Ha? Bak bu aldık mı bunu? İndi sırf şaxaları da göstərim sizə. 1, 2, 3, 4, 5 tane nəyim var mənim? Şaxam. İndi bunu nömrələmək lazımdır. Nə eləmək lazımdır? Nömrələmək. Bunun neçə dənə ucu var bu zəncirin? 2 ucu yoxdur. Bir ucu buradır. Bir ucu da burada. Mən nömrələmə işimi hansı ucdan başlamalıyam? Şaxa yaxın olan və şaxa sayı çox olan. Burada bir, ikincidə şaxa var. Neçəncidə şaxa var? Burada isə 1, 2, üçüncüdə şaxa var. O zaman buradan başlayacağım nömrələməyə. Başlayalım. Ancaq zəncirin için nömrəliyim amma. 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, mənim əsas zəncirimdə neçə karbonum var? 7. Neçə karbonum var? 7. İndi bu radikallar var, ha. Bunlar ən kiçikdən ən böyüyə neçənci karbona birləşiblər? Elə bir şey, location-da məkan, metapologeniya neçənci karbondadır və sayları neçədə onu deməliyəm mən. Aydındır? Birinci metildən başlayacaq, ən balaca metildir. Məsələn, bax burada, bax 2-də nə var? Metil. Sonra harada metil var? 5'də də metil var. O zaman yazacağım 2, vergül 5. Bax, defis qoyacağım. Çünki hərflə, rəqəmlə rəqəmin arasına vergül qoyulur, rəqəmlə hərfin arasına defis qoyulur. Neçədir metilim? Dil metil. Desəm, metil desək olmaz. Xeyr, olmaz. Bu 2-5 yazmışıq ha. Elə bəs eləmək xeyr, qayda budur. 2-5'i dedim mi? Bir də ondan neçədir? 2 dənə dimetil. Dedim. Ola bilərdi ki, bəli? Metilləri sən yaz. Hələ ki metillər, yerini və sayını. Artıq sən bilirsən ki, əsas zəncirində 2-ci və 5-ci karbonda metilim var. 2-ci və 5-də nəyim var? Metilim. Sonra metilləri dedim, metilləri dedim. Sonra metildən sonra burada etil var, görürsünüz? 2 karbonlu da. 2 karbonlu etil deyildi. Etil var. Başka etil var burada. Neçənci karbondadır? 4 etil. Bunu da dedim. Sonra ne var radikal? 2 dənə nə var? İzopropildir bu. Şaxəlidir. Neçənci karbondadır ikisi də?
Yaxşı sual. Olarmı bir dəfə 3 yazım? Xeyr. Hər bir radikalsın ayrıca yerinə yazırsan. O zaman 3 3 olacaq. Nə olacaq? 3 3. Dil, izopropil. Deməli bunları da dedim. Demədiyim bir dənə zəncir qalıb da. Zəncir neçə karbonludur? Zəncir neçə karbonludur? 7 karbonludur. 7 karbonlu adı nə olacaq? Hep. Tamam. İndi uşaqlar, mən təkcə ada baxıb. Nəyə baxıb? Təkcə ada baxıb. Neçə karbonlu bir alkan olduğunu təyin edə bilərəmmi? Yəni bunları saymadım. Saysam təbii ki olur. 7, 8, 9, 10 belə sayaram. Əldən sayaram. Bəs təkcə ada baxıb. Bu neçə karbonlu alkandır? Təyin edə bilərəm. Əlbəttə eləyərəm. Metilin neçə karbonu var? Aş olar. Metil bir karbonlu deyil. Bundan məndə neçə dənə var? 2 dənə bundan var. Etil neçə karbonludur? 2 karbonludur. Ondan da bir dənə var ha? Əla. İzopropil neçə karbonludur? 3 karbonludur. Ondan neçə dənə var məndə? 2 dənə də ondan var. Heptan neçə karbondur? 7. Gəl. 2 burada, üstə gəl. 2 burada, üstə gəl. 2 vur 3. 6 burada, üstə gəl. 7. Neçə karbonlu elədi bu? 17. Deməli C17, H neçədir? 34. Yəni bunun adı nədir? Heptadekan. Ay yaxşı. Arada belə yazırım, görməm, diqqət edirsiniz yoxsa yox. Yaxşıdır, diqqətlisiniz. İnandınız da yəni. Oldu mu? Dəqiq. Əslində bu C17 H36-nın bir izomeridir. İzomer yəni şaxələnmiş halı. Anladınız? İndi birini yazsam özü edə bilərsiniz. Hə? Yaxşı. Adlandırır. Bəli. Ne yazdın? Kim isteyeceğim burada yazalım. Çok diyorum zaten. Deməli uzun zəncir seçməli. Fikir versəz mən C2 H5-i açdım da, hə? C2 Siz də həmişə açın bunu. Bunu açmasan uzun zəncir seçməkdə səhv eləyə bilərsən. Anladın? Bunu həmişə aç. O zaman uzun zəncirin buradan başlayır. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gəlsən bax belə getsən 1, 2, 3, 4, 5, 6, 7 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Ən böyüyü budur 9 dənə olur. Deməli başlayaq. Yaxşı yazmadı. Olsun. Deməli uzun zənciri aldıq bunu belə. Zənciri. Tabii bunu bu hala keçirdik də bunu silək buradan da bizə lazım deyil. İndi bunları alandan sonra mən bir radikallarda alacağım dairəyə ki təmiz görüm, təmiz, onu rahat görüm. Bax biri budur, biri budur, biri budur, biri bax bu bütündür, budur. Durup burada bunu ayırma ya, bunu bütün kimi ayırırsan zəncirdən, eşitdin məni? Əgər bu ucları ayrı ayırsan səhv eləyəcəksən. Deməli radikal da ayırdım, 1, 2, 3, 4, 5, 6, 7 dənə də radikalım var. Neçə dənə radikalım var? 7. İndi üçüncü işimiz nədir? Nömrələmə. Üçüncü işimiz nədir? Burada elə ikincidə var da radikal. Neçəncədə var radikal? İkincidə. Burada isə 1, 2, 3-də. Bəs indi tutaq ki, ikisində də ikincidə olsaydı. Fərqi yoxdur. Yox, fərqi var. Tutaq ki, burada da olsa, indi bu siləcəm bunu, hələ ki deyirəm. Burada da ikincidə, burada. Burada da üçüncüdə var, burada üçüncüdə var. Burada dördüncüdə var metil, burada dördüncüdə nə var? İzopropil. Kiçik radikal yaxın olan tərəfdən. Düşün, buradan başlayacaqdır. Radikal çox olan, yaxın olan, çox olan və kiçik radikallar yaxın olan tərəf. Anladın mı? Yox, belə deyil. Bir də deyirəm. Radikal yaxın olsun. O heç. İkisində də 2 rədd də. Çox olsun. Zaten burada da 2-də var, 3-də var, 4-də var, 2-də var, 3-də var, 4-də var, 5-də var. Hamısında var da zaten demək olar. Amma burada 1, 2, 3-cü izopropildir. Burada 2, 3 metildir. Metil olan tərəf. Daha kiçik radikalların yaxın olduğu tərəf. İndi bizim nümunəmizdə bu yoxdur deyə mən bunu elə buradan silək, yox kimi baxaq da buna görə siz yox elətdirmişəm. O zaman buradan elə başlayacağam. Bu olmayanda avtomatik yük keçir də bu tərəfə. Düzdür?
Hə? Hə. İndi nömrələyək. Birinci karbon, ikinci karbon, üçüncü karbon, 4, 5, 6, 7, 8, bu da 9. Deməli, kiçik radikallardan başlamalıydın, elədir? Və kiçik rəqəmləri birinci yazırsan. Ən kiçik radikal metildir. Bax, 2-dən var metil. Var 2-dən. 2-də metil var. 3-də var metil. 3-də var. Sonra gedək sırayla. 5-də var. 5-də var. Neçədə var? 7-də var, özdə 2 dənə var. O zaman 7, hə? Bunlar da metil idi, də? Mən buraya neçə rəqəm yazmışam? 2, 4, 5 dənə. Pentametil. Nə? Pentametil. Nə olacaq? Pentametil. Metillərlə qurtardıq. Sonra başqa hansı radikal var? İzopropil görürəm mən. 4-də və neçədə? 4-də və 5-də. İzopropil. Bir də uzun zəncir deməli, bunlar da dedim. Uzun zəncir nədir? Nonan, nədir? Nonan da, 9 karbonun nonan deyildi. Nonan da, 10 karbonu da dekaid də. Dekan. Kim belə yazmışsa düz yazıb. Monometal. Nonan metan zad olmur. Metan azda şeylə deyirik səmərəlidə. Qalıb orada. Heç də nonan qutardı. Su. Sən buna axırda metan ne qoyursan, o səmərəli adlandırmadaydı. Beynəlxalqda elə söz yoxdur. Oldu mu? Bəli. Şimdi bir sual da vereyim. Buyur. Diizopropinlə nonan arasında vergül de... Heç nə zad yoxdur, birləşir onun əslində. Belə olmalıdır. Prosto mən yer yoxdur, yazdım aşağıda. Nonan qutardı, yetdi, qutardı. Bir şey soruşum olar. Buyur. Deməli, əsasən belə kalk düşəcək, yoxsa mən heç gözəyəm? Nə düşəcək? Deməli. Hər ikisi də düşə bilər. Bir də adım verim, özün yazın. Nə olar elə? Altdan özün yazma daha rahatdır. Hə, altdan özün yazma çox rahatdır. Hə? Deməli 3, 4 metil 4 metil 5 dil izobutil adın davamı burada yazıram. 6 ikili butil dekan. Böyle olsun. Adı yazanda sondan əvvələ yazın. Hardan əvvələ yazın? Burada. Sondan qaydın əvvələ doğru. Ad uzun oldu biraz. Konkret. Birinci dekanı yazın da. Dekan neçə karbonda var? Ha, birinci ondan karbon yaz ortaya tutasın yesin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Onlara yazdın mı? Nömrələmək problemin də yoxdur. Orada istən nömrələmək. Sağdan soldan fərqi yoxdur. Çünki sən özün yazırsan da. Ha, buradan nömrələr. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yazdın mı? Yazdın dekanları. Ha, sonra indi nömrəyə uyğun qoy da radikalları yerinə. Nə var ki orada? Nömrəyə uyğun radikalları yaz da. Demir 3'də və 4'də metil olsun. 3'ə bir dənə metil qoy, 4'ə də bir dənə metil qoy. Qoydun mu? Sonra deyir 4'də etil də olsun, elə mi? Ha, 4'də bir dənə etil də qoy. 8, 5. Sonra deyir ki 5'də 2 dənə izobutil olsun. 5'də nə olsun 2 dənə? İzobutil. İzobutil budur da. 3 tane 8 tane. İzobutil budur, yox bu ikilidir. Bir tane haş olmalı. İzobutil budur, saf yaz. İzobutil budur, bir dənə bura qoyaq. Bir dənə bura qoyacağım izobutil. Bunların hidrogenlerini yazın. Sonra nədir? 5'ə nə qoy? 5'i qoyduq. 6'ya nə qoy bir dənə? 6'ya da bir ikili butil qoyaq. Biraz yazmaq şey əyri-üyrü oldu, nəysə. O da ikili butil al. Tarzı da bitti. Bunlar hidrogenlerini daha yazmıyorum. İstəyirsiniz yaza bilərim. İstəyirsiniz? Aydındır. Burası bu butilləri biraz sıxışdırdım bir-birini şey. İndi ola bilərmi ki bu səhv olsunlar uşaqlar? Çünki təsadüfən yazmışam da. Bəlkə bunu daha çox şaxəsi olan bir şey kimi göstərmək olar. Nə deyirsiniz? Yox. Yox, indi baxaq da yoxdur. 10 karbon deyil. Bəs buradan başlasan bax. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yox, olmur. Yəni ondan böyüyü olur. 3 de olsa
Necə? İşli olsa deməli mən bunu təsadüfən vermişəm də, oğlum fikirləşməmişəm o bunun haqqında. İndi bu dəqiqə ağlıma gətirdim, yazdım da. Ola bilər bunu mən səhv edeyim. Amma sən testə verəndə elə olmaz ki, onu yəqin çəkiblər, baxıblar. İnşallah da ümid edirəm çəkib baxıblar, elə sizə sual veriblər. Oldu mu? Deməli bunu uşaqlar, bunu bura qədər oxuyacaqsınız. Mən bunu tamamını vermirəm. Çünki bu alınma falan. Bir də izomerliyin də deyim sizə alınmasına qədər. Bir də izomerliyin də deyim sizə. Ondan sonra öcüdə qutardı. İzomerlik nədir? İzo sözün mənasını demişdim də sizə. Meros da hissəcikdir. Meros hissəcikdir, hə? Biologiyadan bilirsiniz də? Yox. Sən getmirsən, ona görə. Düz otur. Uşaqlar, izomerləşmə nədir? Deməli, kimyəvi formulu eyni. Kimyəvi formulu nədir? Eyni. Amma ya quruluşu, ya indi iki qat rabitəsi varsa iki qat rabitənin yeri, ya bir optik izomerlik falan. İzomerlik çox növü var da bir sözdən. Formula eynidir. Formula eynidir, amma nəsə içində bir fərqlik var. Quruluşu və xassələri fərqli olur. Formulama nə olur? Eyni. Məsələn, tutaq ki, deyək, bizim var əlimizdə C4H10. Bu butan deyilmi? Baxın, mən butanı baxı yaza bilərəm bu şəkildə. Bu şəkildə. Heç bir şaxa falan yoxdur. Heç bir şaxa yoxdur. Bir də bu şəkildə yaza bilərəm də bu. Elədir? Hə? Bu isə nədir? Şaxa. Bu nədir? Şaxa. Bax, bu butanla, bu butanın fərqi var, uşaqlar. Bu butanla, bu butanın nəyi var? Fərqi var. Birisi bunu adlandırsa fərqli ad olacaq. Nə olacaq? Fərqli ad olacaq. İkincisi də bunun xassələrində də fərq var. Məsələn, bunun qaynama temperaturu bundan aşağıdır. Bax, bu var ya, bu şaxəli. Şaxəli bundan daha tez qaynayır. Anlayırsınız nə demək istəyirəm? Səbəbi falan gələn fizik xassələrində deyərəm sizə. Yəni, ən azından qaynama temperaturu fərqlidir. Axı, bunlar eyni maddə olsun da qaynama temperaturu da eyni olmalıdır. Deməli, bunların nəsə xüsusiyyətlərində nə var? Fərq var. Təkcə bu deyil, kimyəvi xassələri də bəzən fərq edir. Anladınız? Bəs bu cür izomerliyə, bu cür fərqləmək nə deyirlər? Buna deyirlər quruluş izomerliyi. Nə izomerliyi? Yəni, quruluşun dəyişdi də, şaxələnməyə görə olursa əgər dəyişiklik, fərq şaxələnməyə görədirsə, məsələn, birinin 3 şaxası var, birinin 5 şaxası var, sırf şaxələnməyə görədirsə izomerlik, bu olur nə izomerlik? Quruluş izomerliyi. Nə izomerlik? Alkanlarda rast gələn izomerlik növü quruluş izomerliyidir. Nə izomerliyidir? Özdə 4-cü nümayəndədən başlayır. Necədən başlayır? Çünki sən butandan əvvəl yerləşən propan var, SN3H8. Sən bu 3 dənə karbon heç bir şaxanmaxa eləyə. Nə gələcəksən ki, tutaq ki, bunu əybinə, yenə bir də uzun zəncirdir. Əyb tutaq ki, nə dəyişdi işte. Anladın mı? Başa düşdünüz? Hə, indi bunları bir də adlandıraq görə bunların adında nə fərq var ki? Yuxarıdakı adı nə olacaq? Şaxa yox, bir şey yox. Nə olacaq adı? Butan. Amma əgər şaxası əvvələ bir N qoyurlar. N nədir? Yəni normal butan. N nədir orada? Normal. Əgər bir alkan şaxa-maxa yoxdursa, konkret düzdürsə, onun əvvəlində N qoyurlar. O nədir? Normal. Nədir o? Anladınız? Yəni bunu nömrələmək üçün uzun zəncir seçməliyəm. 1, 2, 3. 1, 2, 3. Fərqi yoxdur. Elə bu düz seçəkdən olur. Seçdim uzun zəncir. Nömrələrdən başlayayım. Çox sadə oldu. Bərakçilərdən baxanda çox sadə oldu. Buradan başlayaq. 1, 2, 3. Nə olacaq? 2 metil. Nədir bu? 3 karbon nə deyirlər? Propan. Və yaxud da bunun tarixi adı var izobutan. Nə deyirlər buna? İzobutan. Yəni şaxəli butan. Anladın mı? Beynəlxalq adı budur, bax. 2 metil propan. Bunun beynəlxalq adı nədir? Normal butan. Bu nədir? Və yaxud da tarixi adı qoyublar buna izobutan. Anladınız mı? Deməli, bunlarda izomerliyin hansı növü var? Quruluş izomerliyi. Quruluş izomerliyi nəyə görədir banu? Şaxələnməyə görə. Qutardı 7. Neçənci nümayəndən başlayır bunlarda? 4-dən. Buraya qədər oxuyarsınız. Biz o